Salam əziz şagirdlər, mən Hilal kursları riyaziyyat müəllimi Cabbarova Aygün. Sizə Hilal kurslarının təqdim etdiyi 3-cü mövzu sınağının 4-cü siniflər üzrə olan 25 sualının izahını verəcəm. 51-ci sualdan başlayaq. Şərtdə deyilir ki, səhv olanı tapın. Deməli, birinci A variantı 10-a bölünən ədədlər, məsələn 10, 5-ə bölünür. Bölünürmü? Bəli, bölünür. A variantı doğrudur. 4-ə bölünən ədədlər, B variantında deyilir. 4-ə bölünən ədədlər, məsələn 4, 2-yə bölünür. Bəli, 2-yə bölünür. B variantı doğrudur. C variantında deyilir. 9-a bölünən ədədlər, məsələn 9, 3-ə bölünür. Bəli, doğrudur. D variantında deyilir. 6-ya bölünən ədədlər, məsələn 6, 2-yə bölünür. Bəli, doğrudur. Y variantında deyilir. 6-ya bölünən ədədlər, məsələn 6, 12-yə bölünür. Xeyr, 12-yə bölünmür. Səhv olan Y variantıdır. 52-ci sual. Şərtdə deyilir ki, bir böyük biletinin qiyməti 8 manat 50 qəpik. Əgər bir böyük bileti 8 manat 50 qəpikdirsə, 5 böyük bileti neçə olacaq? 5 böyük biletinin qiymətini tapmaq üçün 5-i vururuq 8 manat 50 qəpiyə. 8 manat 50 qəpiyə çevirək. Bərabərdir 850 qəpik. 5-i 850-yə vururuq, alınır 4250 qəpik. Böyük biletlərinə 4250 qəpik veririk. Keçdik uşaq biletlərinə. Bir uşaq bileti 3 manat 80 qəpikdir. Bəs 2 uşaq bileti neçə olacaq? 2 uşaq biletinin dəyərini tapmaq üçün 2-ni vururuq 1 uşaq biletinin qiymətinə. 3 manat 80 qəpiyə. 3 manat 80 qəpiyi çevirək qəpiyə. Alınır 380 qəpik. Yenə də 380-ə vursaq, alınır 760 qəpik. İndi bizdən soruşulur ki, 5 böyük və 2 uşaq biletinə nə qədər pul ödənəcək? Böyük biletlərinə 4250 qəpik ödənir. Uşaq biletlərinə 760 qəpik. Cəmi nə qədər pul ödənir? 4250 üzərinə gəlirik 760. Bərabərdir 5010 qəpik. 5010 qəpiyi də manata çevirmək üçün 100-ə bölürük. Alınır 50 manat 10 qəpik. Doğru cavab B variantı. 53-cü sual hesablamadır. Əvvəlcə mötərizənin içərisini hesablayaq. Birinci əməl 864-ü bölürük 24-ə. Alınır 36. İkinci əməl 36-nı vururuq 20-yə. Alınır 720. Üçüncü əməl yenə vurmanı yerinə yetirməliyik. 16-nı vururuq 30-a. Alınır 480. Deməli, birinci vurma əməlinin nəticəsi oldu 720, ikinci vurma əməlinin nəticəsi oldu 480. İndi onları çıxmalıyıq. 720-dən 480 çıxırıq, alınır 240. Doğru cavab B variantı 240. 54-cü sual. Şərtdə deyilir ki, həm 3-ə, həm 2-yə bölünən ən kiçik ədəd. Həm 3-ə, həm 2-yə bölünən 6-ya bölünən deməkdir. 6-ya bölünən ən kiçik ədəd elə 6-nın özüdür. Sonra 3-ə və 9-a bölünən ədəd. 3-ə və 9-a bölünən ədədlər elə 9-a bölünür. 9-a bölünən ən kiçik ədəd elə 9-un özüdür. Şərtdə deyilir ki, bu ədədlərin hasilini tap. 6 vur 9 bərabərdir 54. Doğru cavab A variantı 54. 55-ci sual. Şərtdə deyilir ki, ana körpəsinə gün ərzində 8 dəfə süd verir. Hər dəfəsində 30 ml süd verir. Onda körpə bir günə cəmi 240 ml süd içir. Yəni, körpənin günlük norması 240 ml-dir. Sonra deyilir ki, həkim bu südü 12 dəfəyə verməyi məsləhət görür. Onda 240 ml südü 12 dəfəyə versək, hər dəfəsinə nə qədər düşür? 240-ı 12-yə bölürük, hər dəfəsinə 20 ml düşür. Doğru cavab
Y variantı 20. 56-cı sual. Şərtdə deyilir ki, bitki hər gün 4 sm boy atır. 4 həftə sonra. Deməli, 1 həftə 7 gündür. Bəs 4 həftə neçə gündür? 4 həftəmiz 4 vur 7, 28 gündür. Bitki bir günə 4 sm böyüyürsə, bəs 28 günə nə qədər böyüyəcək? Tapmaq üçün 28-i vuraram 4-ə. Alınacaq 112 sm böyüyür. İndi 112 sm böyüyüb, olub 148. Bəs əvvəlcə nə qədər idi? Tapmaq üçün 148-dən çıxarıq 112-ni. Bu da bərabərdir 36 sm. Bitkinin boyu əvvəli soruşur. 36 sm idi. Doğru cavab A variantı. 57-ci sual. Şərtdə deyilir ki, doğru olanı seçin. A bəndi. 20 yüzlük, yəni 20 vur 100. Bərabər olmalıdır 200 təkliyə. Yəni 200 vur, təklik deyirsə 1. Bərabərdirmi? Xeyr, bərabər deyil. Çünki sol tərəf 2000-dir, sağ tərəf 200-dür. A variantı doğru deyil. Keçirik B variantına. 3 yüzlük, yəni 3 vur 100. Üzərinə gəlinsin 15 onluq, yəni 15 vur 10. Bərabər olmalıdır sağ tərəfdə 45 onluq. 45 onluq 45 vur 10 deməkdir. Bərabər olurmu? Bəli olur. 300-ün üzərinə 150 gələndə 450-yə bərabər olur. B variantı doğrudur. Bizdən doğru olanı soruşduğuna görə doğru cavab B-dir. Amma digərlərini də yoxlayıram. 3 yüzlük, 3 vur 100. Yəni 300. 15 onluq, 15 vur 10. Biz bunun cavabını artıq yuxarıda hesabladıq ki, bunun cavabı 450 edir. İndi sağ tərəfə baxaq. Sağ tərəfdə 18 onluq, 18 vur 10. 450 180-ə bərabər deyil. C variantı səhvdir. Keçdik D-yə. 40 onluq, 40 vur 10. Yəni 400. 4 təklik, 4 vur 1. 400 4-ə bərabər deyil. D variantı da səhvdir. Y-yə baxırıq. 13 onluq, 13 vur 10. Üzərinə gəlinsin 8 təklik, 8 vur 1. Bərabər olurmu 21 onluğa, yəni 21 vur 10-a? Xeyr, bərabər olmur. Sol tərəf 138-dir, sağ tərəf 210-dur. Bərabərlik ödənmir. Deməli, doğru cavab B variantıdır. Hər iki tərəf 450-yə bərabər olur. 58-ci sual. İlk 250 ədəd içərisində həm 3-ə, həm 5-ə bölünən neçə ədəd var? Əvvəla həm 3-ə, həm 5-ə bölünən 15-ə bölünən deməkdir. İndi ilk 200 ədəd içərisində 15-ə bölünən neçə ədəd var? Tapmaq üçün 250-ni 15-ə bölürük. Alınır 16 ədəd, qalıqda da qalır 10. Qalığı saymırıq, çünki onsuz da qalıq 15-ə bölünmür ki, bizə bölünənlər lazımdır. Deməli, oldu 16 ədəd. Doğru cavab D variantı 16. 59-cu sual. Şərtdə deyilir ki, bərabərliyin doğru olması üçün ulduzların yerinə yazılmalı olan ədədlərin hasilini tap. Deməli, bu bəndlərin hər biri paylama qanunu, yəni ortaq vuruğun mötərizə xaricinin çıxarılmasına aiddir. Birincidə ortaq vuruq 5-dir. 5-i çıxardırıq mötərizə xaricinə. 5 çıxsa 8 qalır, yazırıq mötərizənin içinə. Digərində 5 çıxsa 3 qalır, yazırıq mötərizənin içinə. Deməli, burada ulduzun yerində 5 dayanmalıdır. Keçdik ikinciyə. İkincidə ortaq vuruq 12-dir. 12-ni çıxartmışıq mötərizə xaricinə. 12 çıxsa 7 qalır. Digərində 12 çıxsa 3 qalır. Deməli, burada ulduzun yerində 3 dayanmalıdır. Keçdik üçüncüyə. Ortaq vuruq A-dır. A-nı çıxartdıq mötərizə xaricinə. A çıxsa 6 qalır. Onda bu ulduz 6-dır. Digərində A çıxsa B qalır. Ulduzun yerində 6 dayanır.
Ulduzların hasili 5 vur 3 vur 6 90'dır. Doğru cavab C variantı 90. 60-cı sual. Təkliflərdən hansı həmişə doğrudur? Həmişə doğrudur. Sadə ədədlər hamısı təkdir. Xeyr, burada sadə ədədlərin içərisində 2 də sadə ədəddir və tək deyil. A variantı səhvdir. Keçək B variantına. 1 həm sadə, həm mürəkkəb ədəddir. Xeyr, 1 nə sadə, nə mürəkkəb ədəddir. B variantı səhvdir. Keçdik C variantına. Mürəkkəb ədədlər cütdür. Mürəkkəb ədədlər xeyr, tək mürəkkəb ədəd ola bilər. Məsələn, 9 mürəkkəb ədəddir, ancaq cüt deyil. 15 mürəkkəb ədəddir, ancaq cüt deyil. Həmişə doğru deyil. C variantı da səhvdir. 2 eyni sadə ədədin hasilinin 3 böləni var. 2 eyni sadə ədəd götürək. Məsələn, 2 bu 2. İndi 4-ün bölənlərini yazaq. 4 nəyə bölünür? 1-ə, təbii ki, özünə, 4-ə, bir də həmin bu sadə ədədə. Neçə dənə böləni oldu? 3 dənə. 1, 2, 4. Bu doğrudur. 3 böləni var. D variantı doğrudur. Yeni də bir baxaq. Y-də də deyilir ki, natural ədədlər eyni zamanda həm də sadədir. Xeyr, natural ədədlərin içərisində mürəkkəb ədədlər də var. Məsələn, 9 natural ədəddir və mürəkkəbdir. 10 natural ədəddir və mürəkkəbdir. Y variantı da səhvdir. Doğru cavab D variantı. 61-ci sual. 61-ci sualda deyilir ki, K-nın hansı qiymətində bu ədəd 9-a tam bölünür? 9-a bölünmə əlamətini yadımıza salırıq. Əgər ədədin rəqəmləri cəmi 9-a bölünürsə, ədəd 9-a bölünəcək. Onda bu ədədin rəqəmlərini cəmləyək. 7, üstəgəl 5, üstəgəl K, üstəgəl 2, üstəgəl 3. Alınır 17, üzərinə gəlinsin K. 17-nin üzərinə hansı rəqəmi gəlsək 9-a bölünən ədəd alınır? 1 gəlsək. 18 olar, 18 9-a bölünər. K-nın yerində 1 dayanmalıdır. Doğru cavab D. 62-ci sual. Şərtdə deyilir ki, cəmi 120 stol var. 120 stoldan 70-nin ətrafında, yəni 70 stolun ətrafında 8 stol var. Yerdə qalanlar neçə olacaq? 120 çıxılsın 70. Qalanlar olur 50. Yerdə qalan 50 stolun ətrafında isə 6 stol var. Zalda cəmi neçə stol olacaq? 70 stolun ətrafında 8 stol var. Bu elədi 560. 50 stolun ətrafında 6 stol var. Bu elədi 300. Cəmi neçə stol var? Toplayırıq 860. Doğru cavab A variantı. 63-cü sual. Şərtdə deyilir ki, hansı ədəd həm 4-ə, həm 9-a qalıqsız bölünür? Əvvəla 4-ə bölünən ədədin son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir. Burada 65 4-ə bölünməyəcək. A variantını çıxaraq. Yerdə qalan ədədlərin hamısında son 2 rəqəm 4-ə bölünür. Deməli, biz artıq 4-ə bölünmə əlamətinə yox, 9-a bölünmə əlamətinə araşdırmalıyıq. 9-a bölünmə rəqəmlərinin cəmidir. Rəqəmlərinin cəmi 9-a bölünürsə, ədəd 9-a bölünəcək. B variantındakı ədədin rəqəmləri cəmi olur 21. 21 9-a bölünürmü? Xeyr. B variantını çıxırıq. C variantındakı ədədin rəqəmləri cəmi olur 18. 18 9-a bölünürmü? Bəli. Doğru cavab C variantıdır. D və Y-ni də yoxlayaq. D variantında rəqəmlərin cəmi 10-dur. 19-a bölünmür. Y variantında rəqəmlərin cəmi 11-dir. 11 də 9-a bölünmür. Doğru cavab C. 64-cü sual. Şərtdə deyilir ki, Fidan cəmi 420 test tapşırığı işləməli idi. Birinci gün yarısını deyirsə, biz də yarısını tapırıq. 2-yə bölürük. Oldu 210. İkinci gün birincidən 3 dəfə az. Dəfə az deyirsə 210-u, çünki deyir birincidən 3-ə bölürük. Olur 70. Üçüncü gün ikincidən, yəni 70-dən 5 dəfə az. Dəfə az deyirsə bölürük 5-ə.
Alınır 14. Soruşur ki, nə qədər qaldı? Nə qədər qaldığını tapmaq üçün bütün tapşırıqların sayından 3 günə işlənən tapşırıqların sayını tutmalıyıq. Bütün tapşırıqlar şərtdə verilib 420. Birinci gün nə qədər işləyib? 210. İkinci gün nə qədər? 70. Üçüncü gün nə qədər? 14. Bu ədədləri toplasaq alınacaq 294. 420 tapşırığı var idi. 294-ünü işləsə nə qədər qalar? Çıxırıq 126. Doğru cavab Y variantı. 65-ci sualda deyir ki, biz 4 rəqəmli ədəd yazmalıyıq. O ədədin rəqəmləri müxtəlif olmalıdır. 9-a qalıqsız bölünməlidir və ən kiçik olmalıdır. Onda ən kiçik deyirsə, ən kiçik rəqəmdən başlayaq. 1, müxtəlif deyirsə sonra 0, sonra 2, 9-a bölünməsi üçün rəqəmlərinin cəmi 9-a bölünməlidir. Onda 9-dan 1, 0, 2-ni çıxsa, cəmini çıxsa, təkliyin yerində qalır 6. İndi deyir ki, bu ədəddən 4 dəfə böyük olan vururuq 4-ə. Alınır 4104. Şərtdə soruşur ki, bu ədədin rəqəmlərinin hasili neçədir? İndi bu ədədin, yəni 4104-ün rəqəmləri hasilini tapmalıyıq. Əgər vuruqlardan biri 0-dırsa, hasil 0 olacaq. Doğru cavab D variantı. 66-cı sual. Deməli, biz burada uyğunlaşdırmalıyıq. Şərtdə deyilir ki, bölən. Ən kiçik bölən 1-dir. Sonra bölənə aid hansı xassələri yaza bilərik? Deməli, ən kiçik bölən 1-dir. Ən böyük bölən ədədin özüdür. Bölənlər sonlu saydadır. Çünki 1-də başlayır, ədədin özündə bitir. İndi keçək bölünənlərə. Bölünən sonsuz saydadır. Ən böyük bölünən yoxdur, çünki deyirik axı sonsuz saydadır. Bu qədər. Hamısını qeyd elədiksə bu qədər. İndi uyğunluq. İndi bu sxemə uyğun variant cavablarda B variantıdır. Doğru cavab B variantı. 67-ci sual. Şərtdə deyilir ki, bu ədəd 9-a tam bölünür. 9-a bölünmə əlaməti necədir? Əgər ədədin rəqəmləri cəmi bölünürsə, 9-a ədəd 9-a bölünəcək. Onda buradakı ədədləri toplayaq. 4 rəqəmləri toplayaq. 4 üstə gəl 7, üstə gəl A, üstə gəl 3, üstə gəl B, üstə gəl 2. Toplasaq alınacaq 16, üzərinə gəlinsin A, üzərinə gəlinsin B. Onda 16-nın üzərinə ən az neçə gəlməliyik ki, 9-a bölünsün, 16-nın üzərinə ən az 2. Doğru cavab C variantı. 68-ci sual. Şərtdə deyilir ki, bu ədədi minliklərə qədər yuvarlaqlaşdırsaq. Minliklərə qədər yuvarlaqlaşdıranda minliklər mərtəbəsində 9 dayanır. 9-dan sonra gələn ilk rəqəm 8-dir. Deməli, bir vahid artır olur 10. Özündən sonra gələn rəqəmlərin yerinə də 0, 0, 0. Deyir ki, bu ədədin rəqəmləri cəmi 1-dir. Bəli, bu ədədin rəqəmləri cəmi 1-dir. 1 doğru. Keçək 2-yə. Sonu 0 ilə bitən ədədlər yuvarlaq ədədlər adlanır. Bəli, doğrudur. 3-də deyir ki, ədədi onluqlara qədər yuvarlaqlaşdırsaq. Onluqlar mərtəbəsində 2 dayanır. 2-dən sonra gələn rəqəm 9-dur. Deməli, bir vahid artır 3. Əvvəlki rəqəmlər olduğu kimi yazılır, sonraki rəqəmə 0. Deyir ki, onluqlar mərtəbəsindəki vahidlərin sayı 2-dir, xeyr, 3-dür. Bu səhvdir. Keçək 4-ə. 4-də deyir, çıxılanı artırsaq, çıxılanı artanda fərq 70 vahid azalır. Azalanı azaldanda fərq yenə də azalır.
Deməli, fərq 70 vahid azaldı, sonra 100 vahid azaldı. Onda cəmi 170 vahid azalar. Ancaq şərtdə deyilir ki, 30 vahid azalar. Demək ki, 4 səhvdir. Sualda soruşur ki, bizdən neçəsi doğrudur? İkisi doğrudur. Birinci və ikinci. Doğru cavab A variantı. 69-cu sual. Şərtdə deyilir ki, 125 qutunun hər birində 24 sabun var. Onda cəmi neçə sabun var? 125 qutu var. Hərəsində 24 sabun. Bərabərdir 3000-ə. Deməli, cəmi 3000 sabun var. Bütün sabunlar 3000. Sonra deyir ki, qutuların sayı 5 vahid azaldı. 125 qutu var idi. Qutuların sayı 5 vahid azalsa, olur 120 qutu. İndi soruşur ki, bütün sabunları, yəni 3000 sabunu 120 qutuya yığsaq, hər qutuda neçə sabun olar? 3000-i 120-yə bölürük. Hər qutuda olur 25 sabun. Hər qutuda. Əvvəl hər qutuda 24 idi. Sonra hər qutuda tapdıq ki, 25 oldu. Nə qədər artdı? Soruşur ki, hər qutudakı sabunların sayı necə dəyişir? 25-dən 24 çıxırıq. 1 vahid artar. Doğru cavab A variantı. 70-ci sualda deyilir ki, istədiyimiz bir ədəd götürsək, o ədədin həm böləni, həm də eyni zamanda bölünəni ola bilən ədəd hansıdır? Bu elə ədədin özüdür. Hər bir ədəd özü-özünün həm bölənidir, həm də bölünənidir. Məsələn, tutaq ki, 10. 10 onun həm bölənidir, həm də bölünənidir. Sualın cavabı B variantıdır. Çünki biz onun bölənlərini də yazanda içərisində onu qeyd edirik, onun bölünənlərini də yazanda içərisində onu qeyd edirik. 71-ci sualda şərtdə deyilir ki, biz 4 rəqəmli ədəd yazmalıyıq. O ədəd necə olmalıdır? Rəqəmləri müxtəlif, 6-ya bölünən və ən kiçik. Ən kiçikdən başlayaq. Ən kiçik deyirsə, kiçik rəqəmdən başlayırıq. 1. Rəqəmləri müxtəlif deyirsə 0, 2. İndi axırına nə yazaq ki, 6-ya bölünsün? 6-ya bölünməsi üçün ədəd gərək həm 2-yə bölünsün, həm də 3-ə. Mən 1, 0, 2, 3 yazsam, onda 3-ə bölünəcək, amma 2-yə bölünməyəcək. Deməli, axırına cüt yazmalıyım. Cüt yazmaq üçün əgər 1, 0, 2-nin cəmi 3-ə bölünürsə, növbəti yazacağım rəqəm də 3-ə bölünən olmalıdır. 3-dən sonra növbəti 3-ə bölünən ədəd 6-dır. Bu ədədin rəqəmləri cəmi 3-ə bölünür, sonu da cütdür 2-yə bölünür, yəni 6-ya bölünəcək. İndi deyir ki, təkliklər sinifində neçə vahid var? Sinif sözü varsa sağdan başlayaraq ədədi 3 ayırırıq. Təkliklər sinifində 26 vahid var. Doğru cavab C variantı. 72-ci sual. Şərtdə deyilir ki, səmərəli üsulla hesablayın. Burada ortaq vuruq çıxardırıq. Hər üçündə ortaq vuruq, eyni olan vuruq 267-dir. 267-ni çıxartdıq mötərizə xaricinə. 267 çıxsa 23 qalar, 267 çıxsa 46 qalar, 267 çıxsa 31 qalar. Onların arasında toplama əməli olduğu üçün toplayırıq. Toplasaq olacaq 100 mötərizənin içərisi. 267-ni 100-ə vursaq olacaq 26700. Doğru cavab B variantı 26700. 73-cü sual şərtdə deyilir ki, dərzi gündə 58 manat qazanır. Onda neçə gün işləsə 1044 manat qazanar? Bütün pulu
bölürük bir gündə qazandığı pula, alınır 18 gün. Və salam. Doğru cavab A variantı. 74-cü sualda tənliyi həll etməliyik. Əvvəlcə paylama qanunu ilə mötərizəni açaq. 2-ni 4-ə vururuq, 8x gəl. 2-ni 3-ə vururuq, 6. Üstə gəl. 3-ü 4-ə vururuq, 12. Üstə gəl. 3-ü x-ə vururuq, 3x. Bərabərdir 29. X-ları bir-biri ilə toplayırıq. Çünki qarşısında toplama var. 11x. Ədədləri bir-biri ilə toplayırıq. Üstə gəl 18, bərabərdir 29. Birinci toplanan, ikinci toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. 29-dan 18 çıxırıq. 11x bərabərdir 11-ə. X da bərabərdir 11 böl 11 1-ə. X-in qiymətini tap, doğru cavab. 75-ci sualda bütün bəndlərdə hesablamadır. 950-ni 25-ə bölürük, 38. 38C variantındadır. 1-ə C. 792-ni 22-yə bölürük, alınır 36. 36Y variantındadır. 2-yə Y. Üçüncüdə də 46-nı 16-ya vururuq. Bərabərdir 736. O da A variantındadır. 1C, 2Y, 3A.